Xalq artisti Röya Ayxan və ifaçı Əkbər Əliyev tərəfindən ifa olunan Ay qız mahnısı YouTube-dan silinib. Doğru Xəbər maqazin bildirir ki, buna səbəb mahnının plagiat olmasının iddia edilməsidir. Xalq artistinin mətbuat xidmətindən bildirildi ki, sözü gedən əsər orijinal kontentdir və müəllif hüquqları tam şəkildə qanuni əsaslarla qorunur. Mahnının TikTok və Instagram platformalarında sürətlə yayılması və trendə çevrilməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını bir daha təsdiqləyir. Hazırda əsassız şikayət səbəbilə video YouTube platformasından müvəqqəti olaraq silinib. Bununla əlaqədar tərəfimizdən rəsmi qaydada kontrnotifikasiya təqdim olunub. Qanunvericiliyə uyğun prosedurlara əsasən yaxın günlərdə videonun bərpası gözlənilir. YouTube-un qaydalarına uyğun olaraq bu müddətin tamamlanmasını gözləmək məcburiyyətindəyik. Qeyd edilir ki, şikayət edən tərəfin bu əsər üzərində hər hansı hüquqi əsası yoxdur və biz bu mövqedə qətiyyik, deyə o bildirib.